Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi bu günlərdə ən aktual mövzulardan biri olub, demək BYD və yaxud da olsun həmən o Kangan və digər plug-in hibrid elektrik avtomobillərin bu suya girib çıxma məsələləri ilə bağlı. Çünki internetdə bir çox videolar yayılıb. Hər iki növdə, yəni birisi girib batıb, maşını sönüb, birilərinin motoru stuk vurub, yəni hava filtri su içində, yəni oradan mühərrikə su gedib və s. İstədim bu haqda bir video çəkim, çünki həm BYD qrupda, həm şəxsidə çox yazan oldu, zəng vuran oldu, soruşan oldu. BYD qrupun özündə belə bütünlü günü bunun müzakirəsi getdi. Düşündüm ki, bir video çəkim. Həm eşidib kimlərsə yəni sakitləşsin, həm də bilməyənlər üçün də bir məlumat olsun. Demək qardaşlar, BYD-dən gəlin danışaq, öz maşınımızdan. BYD avtomobillərinin digər maşınlardan, məsələn bu öndə gedən Chevrolet Cobalt'dan yeganə fərqi odur ki, bizim avtomobillərin altında akkumulyatorlar yerləşib, bir bütöv əlbəttə ki, və onun içərisində 100 dənə hissəli olan akkumulyatorlar var. Yeganə fərq budur. Qalan izolyasiya məsələləri heç narahat olmadı. Yəni bu ideal formadadır. Yəni mühəndislər bunu fikirləşiblər. Düşünməyin ki, tək Azərbaycanda yağış yağır, tək Azərbaycanı su basır. Bu Çində də var. Yəqin ki, izləyirsiniz. Bu günlərdə Birləşmiş Ərəb Əmirliyidir, Omandır. Yəni Körfəz yanı ölkələrdən tutmuş, hər yerdə də, yəni dünyanın bildiyiniz hər yerində, Amerikasından tutmuş, Avstraliyası, Yaponiyası, Çini, hər yerdə bu su basmalar var, hər yerdə yağış yağır. Bu normal bir şeydir və əlbəttə ki, Çinlilər də digər avtomobil brendləri kimi hər bir şeyi izolyasiya eləyiblər. Heç bir problem yoxdur. Sizin maşınınızda nə vaxt problem yarana bilər? O halda ki, siz akkumulyatorları və yaxud da onun o razyomları, Azərbaycan dilində yadımdan çıxdı, bilmirəm nə deyirlər, keçiricilər falan, onlarda hər hansı bir zədə olar, nə bilim, hansı yerindən çıxar. İndi yerindən çıxsa düzdür, avtomobildə işləməz. Amma hər halda zədələyə bilərsiniz, hər hansı bir yerdən deşilə bilər və izolyasiya pozulur bu halda və akkumulyatorun içərisinə su dolur. O halda, bəli, maşınınızda problem yarana bilər. Amma yəqin ki, TikTokda hamımızın qarşısına çıxıb, nə bilim, yarıya kimi suyun içərisinə girən, o sabunçu falan tərəfdə olan suların içərisinə girən BYD-lər. Kimisi girdi, çıxdı, kimisi də, yəni bu günlər bir video çıxdı, qarşıma çıxdı ki, səsindən də bilinir, yaşlı bir daydaydı. Deyir ki, hə, budur, təriflədiyiniz B-də, hə, bu daha maşın söndü, yanmır, falan filan. Yəni, oturub öz sürdüyü maşını pisləyir. Haqqına girməyim, böyük ehtimal ki, öz maşını deyil. Demək, bizim bu BYD qrupdan da əlavə, bizim taksi WhatsApp qrupumuz var. Orada da dünənləri iki dənə sürücü dalbadal yazdı ki, biri Hökməlidə, bilirsiniz də, yəni Hökməlidə su basıb, biri də mən hardasa dedi ki, mən də girdim, çıxdım, heç bir problem yoxdur. Hətta biri də videosunu göndərdi. Uşaqlar da ona belə mənim kimi sırazu yazdılar ki, deyəsən maşın özünün deyil. Gülmə İsmailiki qoydu, yazdı ki, hə. Məcburi halları çıxmaq şərti ilə inanmıram ki, kimsə gedə maşınla 20.000, 25.000 pul verə, para salonu suya. İstəyir bu BYD olsun, istəyir o Vito olsun, istəyir bu Lada Grantası olsun. Heç kim bunu eləməz. Amma
arendaya, nə bilim şirkətin maşını sürən sürücülər dünya aləm vezlərinə deyil, əksəriyyətin hamısının haqqına girməyim. Əksəriyyəti dünya aləm vezlərinə deyil, hara gəldi, necə gəldi sürürlər. Bu tək suya aid deyil. Həm də nahamar yollara, nə bilim istənilən quruntovaya, harada necə gəldi bilirsiniz də, yəni sürüşlərini görmüsünüz. Üzərində əsasında reklamlı olanların maşın sürüş tərzlərini görmüsünüz. Yerindən bərk tərpənmələrdir falan filan. Yəni bu da sıradan olan bir yol şəraitidir, hava şəraitidir. Ki orada da necə ki digər hallarda maşın necə gəldi sürürlərsə, burada da eynən su doludur. Görür ki gölməçədir. Qabağındakı maşınlar az qala qapısına kimi suyun içərisindədir. Amma görürsünüz, bilməm səsi düşür yoxsa yox. Yəni sudur da, yəni gəldik, keçdik. Amma mən qarşımda görsəm ki, orada bir 40 sant, 50 sant, nə bilim dizə qədər su varsa, mən niyə gedim maşınımı salım onun içərisinə ki, Allah umuduna ki, ay batar, ay batmaz, ay xarab olar, ay olmaz. Mən bilirəm axı, beyin düşünür, o suyun içərisinə girməmişdən, beyin sənə siqnalı ötürür ki, ay qardaş, girmə ora. Girsən, maşının motoru vursa, nə bilim 300, 500, 1000, 2000, sənin xərcin çıxacaq, ora girmə və sən də ora girmirsən. Qardaşlar və izləyən xanımlar da var. Gördünüz, su çoxdur, yəni başqa maşında necə eləyidirsə, bunda da elə eləyin. Maşınınız boy vermirsə ora, o həmən suya girməyin. Bu qədər, yəni sadə. Amma məsələn burada bax görürsünüz də, yəni sağdan soldan maşının yanlarından su verir. Yəni belə bir suya girdiniz, əlbəttə ki heç bir problem olmayacaq. Ola bilər təkərin ortasına kimi də girsəz heç bir problem olmayacaq. Amma yəni gördünüz, su çoxdur, girməyin. Yəni bu qədər bəsit. Qaldı ki izolyasiya məsələsinə, izolyasiya ideal şəraitdədir. O tok vurmaq falan filan, onlar hamısı uydurma söhbətlərdir. Heç kimi toksat vurub eləməyib. Absurd fikirlərdir, belə şeylərə inanmayın. Biraz gülmək xətrinə, biraz bunun müzakirə obyektinə çevirdilər. Doğrudan da bəzi BD sürənlərin ağlına batdı. Görürəm ki, mənə də sual verirlər, qrupda da eyni suallar verirlər ki, Türkiyə sürə bilərik, problem olar, olmaz. Olmaz. Yəni dediyim bütün ümid edirəm ki, vəziyyətləri sizə izah eləyə bildim. Əgər lazım olarsa, istəsəz, izolyasiya ilə bağlı avtoproyekt servisə də yaxınlaşıb, ustalardan da soruşub buna, sizə ustalarınla da dilindən eşitdirə bilərəm. Belə, ümid edirəm, fikirlərim aydın oldu. Yenə də nəsə sualınız qalarsa buyurub verə bilərsiniz. Amma yağışlı havada və kiçik gölməçələrə girib çıxmaqdan heç bir halda çəkinib eləməyin. Rahatca maşınınızı sürün. Yeganə şey, məsələn, suya girəndə əmin olun və tanıdığınız yer, tanımadığınız yerdə gölməçənin içərisinə girməyin. Yəni, oradakı su problem deyil. Oradakı suyun içərisində hər hansısa bir maneənin olması problem yarada bilər. Yəni, girərsiniz, maşının altını vurarsınız, ya orada bir kubik olar, ya orada bir dəmir parçası olar, hansı ki sizin altdan maşınınızın akkumulyatoruna ziyan verə bilər. Yəni, ondan qorxun, belə deyək, ondan çəkinin. Qalan hallarda heç bir çəkinəcək şey yoxdur. Yəni, maşın sizə imkan verir ki, girib rahatca keçəsiniz. Sadəcə olaraq bilin ki, hansı suya girirsiniz. Yəni, bələd olduğunuz məhləviz olsun, yəni, nə bilim, digər bir yer olsun. Biləsiniz ki, orada heç bir şey yoxdur da, yəni. Belə. Bu videomuzdan da bu qədər. Hər dəfə dediyim kimi də özünüzdən və maşınınızdan ehtiyatlı olun. Video faydalı oldusa, zəhmət olmasa bəyənin. Kanala abunə deyilsinizsə kanala abunə olun. Özünüzə yaxşı baxın, sağ olun.